Salam aleykum dostlar, Fala Galera Brigada. Bugün sizə site kontroldan Turtle-a keçid eləyəndə orada müdafiəni göstərəcəyik, bir neçə hissəyə böləcəyik. Həm Octopus Sweep-i göstərəcəyik, həm oradan əgər rəqib müdafiə eləyirsə, oradan Sit-out Sweep və hamısı Seatbelt vəziyyətindən kontrolundan çıxmağı göstərəcəyik inşallah. Bugün kömək eləyəcək bizim akademiyamızın idmançısı Fuad Cəlilov. Salam aleykum. Birinci göstərəcəyik just stand-up vəziyyətindən, yəni rəqib elə bir ki, guard pass eləyəndə, yəni ki, bizim müdafiəmizi keçəndə oradan turtle vəziyyətinə keçirik və davamını göstərəcəyik. Okey, gəl Fuad. Bura keçirsən. Ya da ki, bu vəziyyətdən, okey, itələdin. Okey, keçid eləyəndə, qardımızı keçəndə, rəqib təbii ki, əlini atacaq və ki, biz buradan həm hip escape etməyək, okey, və əlini atacaq. Ona görə bizi üstünə geçsək, krevetka eləmək istəsə, hətta knee kontrol da eləyə bilər rəqib. Və bu bizə maneçilik yaradır və pozisiyanı daha da möhkəmləndirir rəqib. Ona görə rəqib keçid eləyəndə biz turtle vəziyyətinə keçirik. Okey, turtle vəziyyətinə keçəndə ayaqlarımızı dizlərimizin üstündə qalxırıq, dizlərimizin üstünə. Əlimizi atırıq, bump və bump. Seatbelt vəziyyəti. Təbii ki, rəqib gec qalxsaq və ayağımızı vaxtında qaldırmasaq, step eləməsək, rəqib bizim belimizə keçə bilər, həm ayağını ata bilər, həm qayıt, həm dizini sala bilər, okey, və kontrollarını götürə bilər. Ona görə təzdən keçid edəndə biz gözləməməliyik ki, rəqib knee kontrolundan əlini atsın. Okey, qayıt, keçidi yenə elə. Rəqib keçidi edəndə biz keçirik turtle vəziyyətinə və ayağımızı atırıq. Step eləyirik, yəni buradan biz ya bu tərəfə step eləyirik, ya ayaqların arxasına alınırsa, ya da ki, ayaqların ortasına, ya arxasına. Okey, yəni hər vəziyyət yaxşıdır. Daha yaxşı olar ki, götürsək ayağını. İndi rəqibin seatbelt vəziyyətində bizə buradan yaxşı kontrol eləyib, hücum eləyə bilir. Ona görə biz qalxan kimi step eləyirik. Bu ayağı, sağ ayağımı step eləyirəm, əllərimin üstündən qalxıram. Çünki mən dirsəyimin üstünə qalsam, rəqib fırlanıb, rol eləyib, mən belimi də götürə bilər. Yes. Okey. Ona görə qayıt. Seatbelt'i götür. Ona görə dirsəklərin üstündə yox, biz çalışırıq qalxaq. Bump, bump, ayaq. Okey. Burada biz Octopus'a giririk. Octopus yəni asminoq deməkdir. Biz nə edirik? Biz rəqibin ayaq biləyindən, şindən, qolindən tuturuq və tazımızla onun tazının arxasına keçib elə bir ki, hip bump kimi vururuq. Yəni tazına buradan balaca talçok vururuq. Baxın, bir vururuq, bump, keçirik bu vəziyyətə. Bu vəziyyətdə yenə təhlükə var. Çünki mən rəqibin ayaqlarını kontrol eləməsəm, rəqib ya da ki S-gripi götürsəm, ya Dengable gripi, ya sadəcə belə tutsam, rəqib ayağını açıb, benim ayağımı götürüb, yenə də belimə keçə bilər. Okey. Ona görə biz ayaqları at, seatbelt'ı götür. Aha, ayaqlar at. Ona görə bu keçid eləyəndə, sweep eləyəndə biz ayaqlarını tuturuq rəqibin və fikir verin, rəqibin üstünə, yəni ayaqlarını sıradan çıxardırıq. Dartırıq S-griplə, ayaqlarımızı birləşdirib, qaldırırıq ayaqlarını, rəqibin qamətini sındırırıq və atırıq yana. Biraz bu yana keç. Atırıq yana. Okey. Burada tazını bloka salmalıyıq. Bizdən bir dizimiz və öz tazımızla sıxırıq bir hissəsini, o birisi dirsəyimlə sıxıram bir hissəsini və keçirəm yana. Buradan əlləri dəyişirik. Bu dizimin yerini yox, saxla seatbelt'i dəyişdiririk, bump salırıq və tazımızla sürüşə-sürüşə
bu seatbelt qırılır. Okey, əlimi çıxardıram. Ata bilərəm. Hop. Bu kontrola ata bilərəm. Crossface-ə və dayışı hücum edə bilərəm. Keçir. Bam. Seatbelt'ı götürdü. 1-2. Burada isə mən rəqibin ayağını götürəndə rəqib ayağını uzadır və mən burada nə edirəm? Bu bir mərtəbə qalxır tazı, elə bil ki. Mən də öz tazımı qaldıraraq başımı qaldırıram mütləq ki, ayaqlarımı qaldırıb ayağın üstünə yıxıla bilərəm. Yenə həmin vəziyyətdə yenə qaldırıb tuturam. Yenə 1, yenə 2, yenə 3. Okey. Təzədən qard pası elə. İndi bu səfər rəqib ümumən qoymayacaq ki, biz Octopus sweep eləyək. Okey. Mən gedəndə rəqib məni sıxır. Burada rəqib sıxanda mən tazımı qaldıra bilmirəm. Çünki bütün vesin öz belə deyək də çəkisinin davleniyasını verir belimə. Mən buradan qalxa bilmirəm və məni sıxır. Və başımı qaldırmalıyam mütləq ki, çünki o rol eləyib mənim belimə keçməsin. Və buradan ayağını tutub qalxmaq istəyəndə o məni sıxır. Sıxanda həmin ani moment biraz arxaya keç. Bu moment biz nə edirik? Biz əlimizi atırıq belinə, okey, və atırıq dirsəyinə. Eyni momentdə sıxıram ayağını çəkib arxaya, vermir, sıxır məni, 1-2, okey, və bu çiynimin üstünə əlini tutduğum, başımla içəri rol eləyirəm. Burada isə yenə seatbeltdir, sadəcə buradan biz əlimizi atırıq düz ayağın altına, qulaşqanın altına və rəqibi fırladırıq üstünə, okey. Bump, buradan North South'a, yəni sever yuqarıda çıxa bilərik. Ya da ki, əli atıb 1-2 bayaqki kimi kontrol eləyib keçə bilərik. Deməli, bugün sizə bir neçə variasiya göstərdik. Necə ki, həm müdafiə, həm də ki, kontratak eləyə bilək. Və ən əsas da ki, seatbelt, yəni ki, maşın kəməri kontrolundan necə çıxa bilərik. Çox sağ olun, hər kəsə salam aleykum.